Değerli izleyiciler, hamını salamlayıram. Budur bizim növbəti gün və növbəti videomuz. Tıraş icmalı olacaq. Bugünkü tıraş çox sadə tıraş olacaq. Çalışacağım daha çox belə deyək, Bakıda, yəni yaxında olan yerlərdə tez-tez tapılan belə deyək ləvazimatlar üz qırxmaq üçün. Bakıda nə tapmışdım? Mən deməli Jaguar adlı belə bir fırça artıq mən suya salmışam ki, isinsin, yumşalsın. Sonra bu çox yaxında bizdə min bir belə deyək ləvazimat olan bir xırdavat dükandan belə bir üz qırxan tapdım. Dərhal aldım, 50 qəpiyədir. Bilmirəm nədən düzəldilir. İstehsalçı kimdir? Amma üstdə bir yazı var. Deməli Al-Şababa. Yox, Al-Şabab. Bilmirəm kimdirsə. Yəni belə bir istehsalçı. Belə bir üz qırxan. Tez bir zamanda ən çox bizdə satılan sadə rapiranı yəni keçirdəcəyəm bu üz qırxana və üzümüzü qırxacağıq rapir tiyələrlə. Tez bir zamanda onu yerləşdireyim. Deməli, plan tamamilə başqa cür olurdu. Yəni plan üzrə mən bu lambda arasına üzümü qırxmalıydım. O ki, hələ məndədir. Orxan abiyə qaytarmalıyam. Və yəqin ki, o müddəti uzadacağım. O ki, arada bu üz qırxanlar peyda olundu. Və bu yaxınlarda Şahin abi ilə də görüşdük. Bu əslində Şahin abiyə buradan salamlar və təbii ki, təşəkkürlər. Hər növ dəstəyə görə həm mənəvi, həm sonda deyəcəyəm, bizə bir dənə də belə deyək, üz qırxan hədiyyə etdi. Çox sağ olsun. Bu adam həqiqətən də belə deyək, bu islak tıraş üçün çox həvəslidir və budur. Və həmişə axtarışdadır, yəni belə yenilikləri axtarır, belə deyək, hamıya əlverişli bir variantları axtarır və onun təklifidir ki, məhz bu videonu belə bir formatda çəkək, belə bir ürünlər olsun ki, yəni Bakıda filanda tapılan, yəni ki, kimsə harasa getsə, axtarsa tapa bilsin. Burada bir ümumi problemdir, ümumiyyətlə bu tiyə bütün tərəflərdən əyri-üyrüdür. Yəni ki, bunu indi biz bir cürə buna çox əyri qaldı. Çalışaq bunu düzəldə indi. Ümid edirəm ki, düzələr. Ümid edirəm. Məncə düzəldi. Yox. Biraz belə. Əsas odur ki, barmaqlarımızı kəsməyək. Elə. Çox da sıxmaq olmur. Plastikdir, yəni buradan qırıla bilər. Və artıq belə deyək, bu qapaq düz deyil. Artıq belə əyilib ortadan, o ki, dartıb şpilkası biraz içəri və belə deyək, bütöv bu üz qırxan qapaq və pletə qarışıq yumşaq deyənə plastik biraz əyiliblər. Bilmirəm, bunu siz görə bilirsiniz ya yox. Amma mən buradan görürəm, budur. Hər iki tərəfdən nə qədər çıxıbsa tiyə, siz görürsünüz. Budur, bulaqları çıxır hər iki tərəfdən. Mən təxmin edirəm ki, tıraş bir növ bu slant kimi qırxacaq və o oxşayacaq yuma üz qırxana. Bilmirəm, əks istiqamətdə necə olacaq. Bir sözlə budur, üz qırxanımız. Avtoşeyv olaraq olacaq yoldaşlar. Yenə də Azərbaycan istehsalı. Mən bunu Neptun marketdə tapdım və 1 manat dükanlarda da arada tapa bilərsiniz. Bizdə deməli Zakatala şəhərdə hazırlanır. Bu avtoşeyv haqqında videomuz var artıq bizim kanalda. Və sabun olaraq krem sabun sadə Arko yoldaşlar. Ən çox bizlərdə satılan, bir çox marketlərdə, bir çox yerdə yəni tapılan bir üründür. Budur.
Və başlayaq yoldaşlar. Fırçanı artıq mən islatdım. Yeganə bir məqam preşev olaraq deməli Bruno Banani üzümə çəkdim. Tez bir zamanda mən istəyirəm üzümdə deməli birbaşa üzümdə işləyim. Ona görə fırçanı sudan azad edirik. Tez bir zamanda budur. Suyunu sıxdım. Sonra neyinirik? Bu bizim krem sabunu. Belə boşaldırıq bunun içinə. Oy. Bu kimi məqamlar var. Bəlkə mən bu qabda hazırlayayım bunu. Ləkəsi gedəcək. Yox yoldaşlar, düşünürəm üzdə yox. Hələ qabda bunu belə deyək də fırça ilə burada işləyim, bu qabın içində köpükləndirim. Deməli, bu növ köpüktürməyin belə deyək, özəlliyi yox, üstünlüyü nədədir yoldaşlar? Hər an biz suda əlavə edə bilərik və üstə əgər lazım olsa, əgər krem sabunsa, krem sabundan əlavə edib, yəni istədiyimiz köpüyü alındıra bilərik. Amma görünən odur ki, artıq köpüyümüz əmələ gəlir, pis də deyil, artıq üzə keçirtmək olar bunu. Pis deyil. Ümid edirəm deməli pərdəyə bizə bəs eləyər, bu qədər. Bu qədər fırçanın içində də var. Tez bir zamanda üzümü də yaxalayayım icazənizlə. Budur yoldaşlar, başlayaq. Bir söz deyim fırça haqqında. Fırça bir çox qıl atır, yəni ki, artıq üzümdə idi, bir neçəsini götürdüm. İçindən də düşür. Sonra nə deyəcəkdim? Tez bir zamanda köpükləndirdi, kifayət qədər yumuşaqdır, performans pis deyil. Qiymətinə görə, yəni mən hətta əla deyərdim. Baxmayaraq ki, qıl atır. Deməli, no name, belə deyək, çox ucuz plastik üz qırxan 50 qəpiyə aldım. Rapira tiyələri və birinci pərdə 3 günlük saqqal. Artıq mən hiss elədim ki, kəsdi. Düz tiyənin kənarı ilə. Burada da artıq nə varsa hamısını kəsə-kəsə gedir. Görək axırda nə olur.
Və ən çətini bu burnun altı. Görək nə gəlir başımıza. Ay yox, çox çətin. Görürsünüz necə atlanır. Təzyiq də edə bilmirəm və bucağı da böyüdə bilmirəm. Çünki əks halda mən burnun altını qırxa bilməyəcəm. Görək indi biraz aşağıdan götürün, qalanı əks çəpinə götürəcəyəm, görək. Tiyə demək olar ki, əyilmir içində, baxın. Ümumiyyətlə əyilmir içində tiyə heç. Yəni ki, ekspozisiya çox böyükdür, o deməkdir. Hə, yoldaşlar, deməli buranı kəsdim. Tiyənin qırağı ilə, yəni birbaşa tiyə girdi dərin altına, ya da nə isə çıxmışdı. Bilmirəm, kəsdim buranı. Bir də burada nə çıxıntı var idisə, hamısını kəsdi, getdi. Yəni ki, bildiyiniz sanki ülgüclə, yəni ki, o şavetlə üzünüzü qırxırsınız. Bərbərlərdə olan, yəni birə-bir hisslər həmin hisslərdir. Bu da yenə qılatdı. Yenə qılatdı, indi baxarıq, taparıq. Hə yoldaşlar, qorxa-qorxa keçirəm ikinci pərdəyə. Artıq fikirlərimdən nə keçir, başqa bir nə isə götürüm, o ilə üzümü qırxıb. Görək nə gəlir başımıza. Ən pis halda yenə də böyümə istiqamətdə gedərik, baxarıq. Ən pis halda, görək nə gəlir başımıza.
Yoldaşlar, çox vaxt aparır üz qırxma prosesi, bilmirəm. Çox üzürlü sayın, həqiqətən də böyük belə deyək də ustalığı tələb edir. Ona görə çalışıram tələsməyim, ehtiyatı əldən verməyin. Bir sözlə, yəni ki, bildiyiniz sanki ülgüclə üzünüzü qırxırsınız. Üstəgəl, əgər ülgücdə tiyə, yəni ki, möhkəm durur öz yerində, iki dəmir arası. Burada xeyir elə deyil, yəni plastikdir, daimi oynayır. Çox belə deyək də bu plastik hissələr yumşaqdır. Ona görə həddindən artıq təhlükəlidir. Davam edirik. Yoxlayırıq yoldaşlar, görək tıraşımız necə alındı. Biraz yaxından baxın icazənizlə. Yaxşıdır. Tərtəmiz. BBS alındı. Tez bir zamanda mən eynəklərimi və mikrofonu çıxardıb üzümü yaxalayıb qaydıram yanınıza. Artıq qəşəng fikirlər var. Və budur yoldaşlar, qayıtdım yanınıza. Üzürlü say. Deməli, buket Adikalon yaz buketi. Zakatala rayonu. Deyəsən təzəsidir. Həm də 2-dəndir bu Adikalondan. Dozatoru yox səviyyəsindədir, çox böyük deşik. Və düşünürəm, çox gəldi. Bu birbaşa alkogoldu başdan ayağa. Hələ 70% falan olar. Məni bir növ o uşaqlıq illərə aparır bu qoxu. Adıma düşür o keçmişin kişilərin istifadə etdiyi qoxu. Çox maraqlı. Çox qəşəng bir tıraş alındı yoldaşlar birlikdə. Bir növ ingilislər demişkən challenge oldu. Bu da yaş oldu. Bunu tez bir zamanda silək. Və fırça ilə sabun, krem sabun. Yoldaşlar, qiymət Arkonun və praktikliyi, yəni ki, həmişə kifayət qədər qiyməti nəzərə alaraq çox praktik. Derbidir, Arkodur, xoşuma gəlirlər krem sabunları. Fırçanın performansı pis deyildi, yaxşı idi. Köpükləndirilməsi, filanı, yumuşaqlığı, hər şey yerində idi. Yeganə ən böyük mənfi hal o idi ki, belə qılları atırdı. Bütün tıraş zamanı da hələ də gəlir, yəni dartsam gələcək. Bu bir məqam var, ayrı bir problemi yoxdur, yəni fırça pis deyil. Yaxşı fırçadır, qiymətinə görə əgər səhv etmirəmsə 8 manata 28 mayda Peron tərəfdə ala bilmişəm bu fırçanı. Orada Bərbər Ləvazimatları adlı bir dükan var, oradan aldım. Dükanı reklam etmirəm, sadəcə olaraq birdən kiməsə maraqlı olsa, yəni ki, ünvanı deyirəm. Sonra krem və sabun haqqında danışdıq. Aftershave gördüyünüz kimi canlandırdı azca. Yəni ki, hələ də çox yox. Görünən odur ki, o nəticə çıxıntı idi. Yəni ki, onu mən kəsdim, getdi.
buralarda da qanama yoxdur. Yəni ki, tərtəmiz tıraş alındı, yaxşıdır. Bu üzdə belə qanamalar yəni yox səviyyəsindədir. Və aftaşeyvin performansı çox qəşəngdir. Əsl yayda istifadə ediləsi bir aftaşeyvdir. Tərtəmiz qurudur üzünüzü, tərtəmiz. Yapışqanlıq falan heç zad olmur. Üstəgəl bir növ keydir üzünüzü. Bir də ki, bu tərkibində olan alkoqol bütövdə mikrobları hamısını öldürür. Belə, bu aftaşeyv haqda. Qoxusu da yoldaşlar. Klasik qoxudur, belə deyək, bir növ sizi keçmişə aparacaq, o babalarımız istifadə etdiyi qoxulardır, belə. Yəni ki, qiyməti çox ucuzdur, həddindən artıq ucuzdur, 1 manatdan da ucuzdur, əgər səhv etmirəmsə. Yəni, bir çox dükanları da var. Satışda mən elə bildim ki, təkcə Neptun dükanlardadır, amma sonralar gördüm ki, o xırdavat dükanlarda da satışda olur. Yəni, maraqlansaz tapa bilər. Belə, rapira tiyələr. Düşünürəm ki, bu ümumiyyətlə, bu tıraşın nəticəsi əgər hər hansısa başqa biraz kəskin tiyə istifadə etsəydim, yəni ki, vay mənim halıma, yəni ki, üzüm püskünə qalardı. Bu üz qırxan haqqında yoldaşlar, deyim ki, yəni ki, təzə başlayanlar üçün deyil. Yəni ki, ümumiyyətlə, yəni kimsə, belə deyil, islak klasik tıraşa gəlmək istəyir və birinci nədən başlayayım, ən ucuz variant, yəni ki, görün mənə yarayır ya yox, bu növ üz qırxma, xeyr, yox, bu ilə başlamayın. Yəni ki, yox, 3 dəfə yox. Kimlər üçün olar? Sadəcə olaraq maraq üçün, mənim kimi challengerlar üçün. Ki, görək bu necə qırxır, bu üz qırxan. Üstəgəl, nə kimi mənfi hal var? Yəni, əyilir bunlar heç öz yerində, tiyə ümumiyyətlə, yəni ki, sanki iki çubuq arası tutub belə qırxırsınız. Yəni, birə-bir hələ bir şey. Yəni, biz tanıdığımız o türklər demişkən, ustura kimi deyil. Usturada tiyə yəni ki, fiksə olunur. Yəni ki, dəmir parçasının arasında fiksə olunur və dayanır. Vibrasiya etmir. Burada yəni tiyə belə oynayır özü üçün, öz həyatı yaşayır. Ehtiyatı heç bir halda əldən vermək olmaz. Çox yumşaqdır bu hissələri, gedib qayıdır. Üstəgəl də təzyiq etməlisiniz ki, üz qırxanda əks halda atlanır. Atlandıqda isə siz kontrol eləmirsiniz, o oynayır. Bu kənarlarla rahatlıqla üzünüzü kəsir və çapıq salır, rahatlıqla. Çünki bunun bu qoruyucu, bu çubuq qalır aşağısında. O ki, belə deyək, mən bu sapını sıxıram deyənə, yəni boş eləsəm boş olur ümumiyyətlə, yəni tiyə falan hamısı oynayır, qapaq, plitə, hərəsi öz həyatı yaşayır. Sıxdıqda isə bu deməli qapaq bir növ bax belədir, yəni ki ortası gedir içəri, qalxır yuxarı. Bu plitənin isə bu təhlükəsiz çubuq qalır aşağıda. Beləliklə bizdə bu tinlər yuxarıdadır. Və siz üzünüzü qırxanda, belə oynayanda, yəni ki, o ki, boş qalanda, bu tinlərlə kəsmək bir vur birdir. Yəni, bu kimi problemlər var bu üz qırxanda. Üstəgəl, ümumiyyətlə, praktik deyil. Yəni ki, bir növ, nə qədərsə vaxt siz səhv edəcəksiniz bunun düzəlməsinə ki, düz dursun, yəni hər tərəflərdən. Yenə də düz deyil, yəni ki, əyridir. Sonra nə deyim sizə? Üstəgəl bu ki plastikdir, yəni ki düşünürəm ki çox getməz bu üz qırxan. Elə bil ki siz bunu istifadə etsəz ildə 1-2 dəfə, amma gündəlik tıraş üçün və yaxud misal üçün 3 gündən bir arda-arda üzünüzü qırxsaz, mənə elə gəlir ki bu çox getməz bu üz qırxan, çox yumşaq, plastik hissələri çox yumşaq. Düşünürəm ki əgər belə deyək, bu hissələr dəmirdən, nazik dəmirdən yox, yoğun dəmirdən, məhz bu plastik hissələr qədər yoğun dəmirdən olsaydı, hansısa bir və yaxud sink aloy materialdan, düşünürəm ki, çox maraqlı bir üz qırxan olardı. Çox maraqlı və mənə də maraqlı olardı belə bir üz qırxandan üzümü qırxmağa. Burada yox, bu getməz. Yəni ki, heç kəsə məsləhət görürəm. Yəni ki, ayrı. Sadəcə olaraq, əgər kiməsə maraqlıdırsa, ki, görək necə qırxır falan, deyərəm ki, çarəsizlikdən
baxın, görün, nə deyil. Amma o şəxslərə ki, kimlər ki, deməli, bu klassik islaq tıraşda və iki tərəfli belə üzqırxanlarla artıq bir növ təcrübələri var, 1 il, 2 il, bilmirəm belə. Yəni onlara yenə də məsləhət görmək olar. Amma kimsə islaq klassik tıraşa və iki tərəfli tiyələrlə və üzqırxanlarla üzqırxmaq istəyirsə, yox. Belə yoldaşlar, mənim demək istədiyim bunlar idi. Çox sağ olsun Şahin abi ki, bu kimi təklif verdi və bugünkü video belə deyək, ümumilikdə həmin bu mövzu əsnasında yəni yarandı. Yəni plan üzrə tamamilə plan başqa cürə idi. Üstə gəl anons olaraq deyirəm yoldaşlar. Mən yenə də deyirəm, bu Şahin abinin marağı çox bu islaq klassik tıraşa çox böyükdür, həddindən artıq. Sağ olsun, bax belə bir bilmirəm, tez bir zamanda həmin bu tiyanı bunun içinə salım. Yoxsa yox, qalsın gələn dəfəyə baxarıq. Belə bir üzqırxan düzəldib 3D printerdə. Görək növbəti tıraşda mən bunu sınayaram. Görək necə qırxacaq. Mən də maraqlıdır. Burada artıq çox əyiləcək. O ki, görürsünüz buranı. Yəni ki, tiyəni çox əyməlidir və tıraşda kifayət qədər maraqlı alınmalıdır. Görək nə olacaq. Bugünkü tıraşda isə gördüyünüz kimi ən çox kəsilən yer buradır. Azca qanıyır. Buralardan olan bu qısalar, xırda zatlar imiş, çapıqlar imiş, yəni heç bir qanaxma falan yoxdur. Bildiyiniz kimi avtoşev spirtli idi. Spirtli avtoşev olanda nə olur? Bütün belə deyək, xırda çapıqlar hamısı canlanır və qanıyır. Burada olmadı. Yeganə qanayan yer bura oldu. Buranı da mən dedim ki, mən kəsdim. O siftə idi, hələ tutmamışdım söhbətini bu üzqırxanı. Yəni ki, bir növ belə deyək də, təcrübəsi olmayan adam üçün deyil. Nəysə, dedim, bu sözləri təkrarlanmayayım. Bu məqamda sizinlə sağollaşıram. Sağ olun yoldaşlar. Gələn görüşlərə qədər. Sağ olun.